Bu çəki eşya çəki. Eşya Çəkirim axırda paylaş. Əziz müəllimlərim, əziz kəndçilərim və əziz şagirdlər. Hər birinizi salamlayıram. Və öncəliklə bugünkü bu gözəl cəbüsdə əməyi olan hər bir kəsə təşəkkür edirəm. Şəhid ailəsi adından, öz adımızdan və bu artıq köçüb qurtarmaqda olan kəndimizin adından təşəkkür edirəm. Çox böyük bir işdir. İnşallah davamlı olar və daim məktəbimiz də, şəhidimiz də, qazilərimiz də xatırlanar və unudulmağa qoyulmaz. Şəhidlər ölməzliyin ən uca zirvəsindədir. Bugün Rüstəm haqqında mən çox danışmayacağım, çünki Bağış müəllim başlanğıcda artıq hər şeyi dedi. Onun həyat yolu, onun hərbidə keçdi,